her şeyi değişebilir. Tek ata ve anadan başka. Bizim için onlar bir Allah yörəsidir. Ata anaya hürmet, Allah'a hürmet. Ata anaya üsyan, haşa Allah'a üsyandır. Dünyada ata-ana xeyir duasından böyük bir xəzinə, ata-ana kölgəsindən güvənli bir sığınacaq yoxdur. Valideynin öz övladına verdiği xeyir dua, bir peyğəmbərin öz qövmü üçün verdiği xeyir duaya bənzər. Odur ki, valideyn xeyir duası haqq dərgahına daha tez çatar. Övladı valideyn xeyir duası xoşbəxt eylər. Ata ve ana övlad üçün qoşa qanaddır. Deyərlər ki, ana övladına taxt, ata övlad